Heç kimin cünub halında məscidə girməyə haqqı yoxdur. Hətta dünənləri dedim, məscidin möhrü qala cibində, sonra yadına düşə, cənabətli olsa o möhrü gətirib, içəri girmədən çöldən əlin pəncərədən uzadıb məscidə qoymağa haqqı yoxdur. Bizim, bəli, o risalədə var məsələsi, haqqımız yoxdur. Amma deyir, Allah icazə verdi Həzrəti Əlini məsciddə cünub olmaqlığa. Allah icazə verdi, bunu bilmirlər, indi Allah icazə verdi Həzrəti Əlini məsciddə cünub olmaqlığa. Allah icazə verdi, bunu bilmirlər, indi indi nə deyirsiniz? Deyirsiniz ki, biz də sizin kimi Əhl-i Beyti sevək. Biz sizin kimi hər dəfə deyirik, biz sizin kimi əsla və əsla Əhl-i Beyti sevmərik. Əhl-i Beyti sevsək, bax bu kimi hallara düşəcəyik. Yəni etiqadımızda bu formalaşacaq. İmam Əli məsciddə sperma qutarır, öz mənisin qutarır. Əlbəttə ki, bu mənini, spermanı qutarmaqdan ötürü nə eləmək lazımdır? Ya öz həyat yoldaşınla olmalısan, ya da ki, xəyalında hansısa bir nəyisə fikirləşməlisən. Subhanallah, Allahu Ekber. Əsla və əsla biz şiyələrin etiqadı kimi, şiyələrin sevdiyi kimi Əhl-i Beyti sevmərik. Bu ayıbdır. Yəqin ki, bu filmi baxandan sonra bizi başa düşdünüz də siz ki, biz sizin kimi Əhl-i Beyti sevmərik. Subhanallah. Allah icazə verdi Həzrəti Əlini məsciddə cünub olmaqlığa. İndi bu dində qalaraq siz Allaha getmək istəyirsiniz. Bu dinin axırı Allahdır, cənnətdir, yox, şeytan və cəhənnəmdir. Bu dinin axırı. İmam Əli Kəbədə doğuldu. Subhanallah. Yəni demək istəyirsiniz ki, İmam Əlinin anası öz suyunu ora tökdü, öz nəcisini Kəbənin içinə tökdü. Görürsünüz, İmam Əli Kəbənin içində doğulub. Bu sözlərlə İmam Əlini yücətməyəcəksən, alçaldacaqsan. Ona görə də biz Quran və sünnətə bağlanaraq Əhl-i Beyti sevirik. Sizin kimi Əhl-i Beyti sevsək, Allahın məscidlərinə, Allahın Kəbəsinə, qibləyə hörmətsizlik etmiş oluruq. Bütlərin yanında doğuldu Əli. Ora balinsa deyil. Uşaq doğum evi deyil, Allahın evi. Ona görə biz sizin kimi sevə bilmərik. Biz sizin kimi sevsək, gərək Kəbəni içini nəcis olaraq görək. Biz sizin kimi sevsək, Əli özünü qutarandır. Özü ilə məşğul olub da, başa düşdünüz? Özü ilə məşğul olub. Biz sizin kimi sevə bilmərik. Bu istehza və kinayə deyil, amma həqiqətdir. Sən bir əqidəyə bax. İmam Əlinin anası bütlərin yanında doğdu İmam Əlini. Bundan fəxr eləyir Şiə məzhəbi. Birinci bütlərin yanında doğulub. Bir. İkinci Allahın evinə hörmət eləməyib. İki. Əlbəttə ki, biz buna inanmırıq. İmam Əlinin anası belə etməzdi. Aydındır. İmam Əlinin anası belə eləməzdi. Siz İmam Əlinin anasına da hörmət etmirsiniz. İmam Əliyə də hörmət etmirsiniz. Subhanallah. Qadından o qədər çıxdı. Yəni doğulanda biz bilirik də. İsa aleyhissalamın anası Məryəm anamızın doğum vaxtında doğuşu tutanda o da məbəddə idi də. Allah ona əmr elədi ki, oranı tərk elə. Allah öz evinə hörmət etdi. Siz demək istəyirsiniz ki, Kəbədə Allah öz evinə hörmət etmədi. Öz evinə hörmət eləmədi. Məryəm harda doğdu? Sancısı tutdu. Allah dedi ki, çıx o evdən. Allah öz evinə hörmət elədi. Məryəmdə Allah özünə və öz evinə, dininə hörmət etdi. İmam Əlidə
özünə və öz dininə və öz Kəbəsinə hörmət etmədi? Subhanallah. Subhanallah. Gör nə ilə fəxr edirsiniz. Subhanallah. Ağlınızı işlədin. İslam dini ağıl dinidir. Ağlınızı işlədin. Bu şeylərlə fəxr eləməyin. Bu şeylərlə fəxr etsəniz, ağlınız geridə qalıb və Əhl-i Beyti ləkələmiş olursunuz.